Ölkəmizdə heyvanların peyvəndlənməsi dövlət büdcəsi hesabına aparılır. Bu işi aidiyyəti dövlət qurumu ilə bağlanmış müqavilə əsasında baytarlar görürlər. Amma hansı xəstəliyə qarşı peyvənd aparılacağı barədə fermer və ailə təsərrüfatının sahibi əvvəlcədən məlumatlandırılmalıdır. Qida Təhlükəsizliyi Agentliyi fermerlərə heyvanların vaksinasiyası ilə bağlı çağırışında bu barədə bildirib. Qeyd edilib ki, peyvəndləmə zamanı hər bir heyvan üçün fərdi inələrdən istifadə olunmalıdır. Təsərrüfat sahibləri tədbirlərin yerinə yetirilməsi zamanı qarşılaşdıqları problemlərlə bağlı agentliyin çağrı mərkəzinə müraciət edə bilərlər. Bir sıra heyvan xəstəliklərinə qarşı planlı profilaktik tədbirlər, yəni peyvəndləmələr həyata keçirilir. Bu xəstəliklərdir ki, bunların ləğvi profilaktikası dövlət büdcəsinə maliyyələşir. İstər iri heyvanlarıq təsərrüfatı olsun, istər ailə təsərrüfatı olsun, sahiblərinin vəzifəsinə aiddir ki, baytar mütəxəssislərinə bu tədbiri icra etmək üçün köməklik göstərsinlər. Köməklik nədən ibarətdir? Yəni peyvəndləmənin aparılması üçün şərait yaratsınlar.